İlhan. Supersport saytına Cəfər Qurban bəy Qarabağ Çempionlar Liqasında 7 xalla 19-cu pillədə Ajax isə 0-la son 36-cı yerdə qərarlaşıb. Sizcə bu komandanız üçün üstünlük sayıla bilərmi? Bu turnirdə baxmayaraq ki 0 xalları var, bence böyle bir bilmem oyunlarına baxırsınız, baxmırsınız. Ümumiyyətcə Ajax'ın öz əlbəttə oyun fəlsəfəsi var, öz özəlliyi var. Hansı ki, mən neçə oyuna baxmışam. Rəqibindən heç də aşağı səviyyədə oynamayıb. Əksinə, yəni hətta son oyunda Benfica'nın oyunda elə bunların daha çox gol epizodları oldu, nəinki rəqibi. Ümumən, yəni bu cür yanaşma məni bəlkə narahat edə bilər. Sanki qalibiyyət bizimdir, sanki sonunda gedən komandaya qarşı oynayırıq. Biraz ondan uzaqlaşmaq lazımdır. Amma hər bir halda dediyim kimi, yəni mən bu şeyləri çox normal qəbul edirəm ki, mən fikirlər formalaşır azarkeşlərin, hansı ki bu bizə olan inamlarından, bizə olan diqqətlərindən. Yəni onlar da belə deyək də qarşıdakı oyunlara gözünü diklər. Elə ilk olaraq bizə ki bizdən 3 xal gözlüsünlər, amma yəni görünür ki çox ciddi və çox diqqətli olmalıyıq.